Salamlar, hər vaxtınız xeyirli olsun əziz motosevərlər. Bugün sizlərlə motosöhbət rubrikamızın növbəti bölümündəyik. Bugün isə yanımızda kim var? Rasim dayı var. Rasim dayı, hər vaxtın xeyirli olsun. Salam bala, hər vaxtın xeyirli olsun. Bu arada bunu qeyd edelim ki, Rasim dayı motosikletdən zəhləsi gedən, harda gördüyü belə tır sürücüləri var, gəlib taftayıb keçmək istəyən və s. Yəni bir sözlə harda motosiklet gördü, əsəbləşən, beyni çönən bir sözlə qonşumuzdur. Ona görə bu arada Rasim dayı niyə gəldi? Çünki həqiqətən də motosikletdən zəhləsi gedən bir nəfəri gətirsəydi, burada linsləyəcəkdik. Ona görə Rasim dayı ürək sözlərini desin. Siz də bu məsələdə təbii ki, biraz müzakirə eləyək. Həmçinin Rasim dayı görə bizim fikirlərimizə necə yanaşacaq. Salam da Rasim dayı, hər vaxtın xeyirli olsun. Necəsən? Salam bala, hər vaxtın xeyirli olsun. Həqiqətən motosiklet sürənlərdə zəhləm gedir, bir köpülü sürmürlər. Cəmiyyəti məhv eləmişsən ha. Yığılmışsınız, gəlib sonra bura dırhadır. Rasim dayı, mən sənə belə deyim, suallar verəcəm. Bu suallar ətrafında danışmaq istəyirəm. Suallarla bağlı qısa-qısa, yəni ki, bir 10-a yaxın sual verəcəm və bu suallar haqqında fikirlərini öyrənmək istəyirəm sənin. Yaxşı bala, ver görüm gəlsin, görüm. Motosikletlə bağlıdır o? Dırhadır gedəsiz burada. Ver gəlsin. Rasim dayı, ilk sualımız belədir. Rasim dayı, niyə motosiklet sürənlərə pis baxırsınız? Yəni belə deyim də, əsəbləşirsiniz, həmişə özünüzdən çıxırsınız motosiklet sürən görəndə. Ay bala, oturursan evdə, görürsən ki, dırhadır, biri oradan gəlir, biri buradan gəlir. Maşınla gedirsən, görürsən gəlib girib dana sənə. Belə şey mi sürərlər? Bala, sürə bilirsiniz, sürün, sürə bilmirsiniz, sürməyin, dana bunu, nə zülümdür? Rasim dayı, tamamilə haqlısınız. Bəzi motosiklet sürənlər həqiqətən də bu motosiklet camiasına, motosiklet bir sözlə ailəsinə zərər vururlar. Yəni belə düşüncələri ilə, aqressiv sürüşləri ilə insanlara bir sözlə humanistlik yox, əksini göstərərək. Təbii ki, bu bizim motosiklet camiasının, motosiklet ailəsinin də heç xoşuna gələn bir şey deyil. Amma bildiyiniz kimi, amma belə deyim ki, motosiklet sürənlərin hamısı belə deyil təbii ki. Çoxu mədəni, ailə başçısı, hansısa bir belə deyim, dünya görüşlü insan, hansısa böyük bir şirkətin rəhbəri və s. və ilə axır. Yəni motosiklet sürənlərin çoxu bu tərzdədir. Təbii ki, hamımız gənc olmuşuq. Bəzi gənclərdir ki, həmin o dediyiniz hərəkətləri eləyirlər və hələ də bəziləri də hətta böyük yaşdadır, amma hələ də o gənclikdən çıxa bilmirlər. Bu ilə bağlı tamamilə haqlısınız təbii ki. Amma biz də cəmiyyət olaraq yavaş-yavaş formalaşırıq və ümid varam ki, bir müddət sonra artıq bu dediyiniz şeylər formalaşacaq və normal şəkildə artıq öz yerini alacaq. Rasim dayı, deyirlər ki, bəs motosiklet sürənlər səs-küy salırlar, həmişə şəhərdə, belə deyim, yüksək səslə idarə edirlər motosiklet. Bu ilə bağlı nə deyə bilərsiniz? Ay bala, cana gəlmiş dana, elə bil cırcırama gəzir. O adamın yanında ki, səhər-səhər tezdəndən ditdili fırlanır. Elə bil onun kimi gecə yatmağa qoymurlar, gündüz yatmağa qoymurlar. Belə səs mi olar? Bilmirsən nə səsidir, nə qayırır, orada nə inir, turbayla mı güləşir, nə qayırır? Həqiqətən də bezdirmiş dana bu, yığışdırın bu zür-zibülləri o yana dana. Bezmiş dayı sizin əlinizdən. Tamamilə doğru söylürsünüz Rasim dayı. Bu ilə bağlı mən bir məsələni qeyd eləmək istəyirəm. Ümumiyyətlə, yüksək səsli motosiklet idarə etmək təbii ki, biraz qeyri-etik məsələdir. Amma motosikletin müəyyən qədər də səsi olmalıdır. Niyə görə? Çünki bizi kənardan göstərən yeganə vasitə digər texnika, digər yol hərəkət iştirakçılarını bizi görməsi üçün yeganə bir sözlə alətimiz səsdir. Ona görə motosikletin səsi olanda digər hərəkət iştirakçıları da bizim fərqimizdə olurlar. Amma təbii ki, bu o demək deyil ki, anormal, məsələn, bir silindr mühərriki olan bir 50 kubluq bir motosikleta, nə bilim, Akropoviç, yəni səs boğucu taxaraq yüksək səslə gecə vaxtı ən çox da boş yolda hərəkət eləyəsiniz. Bu təbii ki, qeyri-etik bir hərəkətdir və bu yenə də bizim motosiklet ailəsinə vurulan zərbədir. Ona görə Rasim dayı kimi ağsaqqallarımızı incitməyək. Belə şeylərdə insanlar biraz düşüncəli olmalıdır. Ümumiyyətlə, bu təbii ki, bir növ bəzən fikirləşəm ərgənliyin bir verdiyi bir sözlə emosional yanaşmadır. Yəni ki, belə fikirləşirəm, amma ümumi baxanda da ki, təbii ki, heç bağışlanacaq bir şey də deyil. Çünki dediyim kimi, sizin elədiyiniz hər səhv motosiklet ailəsi üçün böyük zərbə vurur. Ona görə xahiş edirəm, belə şeylər eləyəndə biraz daha həssas olaq. Çünki motosiklet ailəsində tək deyilsiniz. Siz tək olaraq düşünə bilməzsiniz, fərd olaraq düşünmək məcburiyyətindəsiniz. Daha doğrusu cəmiyyət olaraq düşünməyə məcburiyyətindəsiniz. Ona görə xahiş edirəm sizdən bu boş-boş şeyləri, səs boğucuları falan gecə vaxtı insanların narahat ola biləcəyi zamanlarda eləməyin. Çünki siz aqressiya yaradırsınız və o aqressiya da motosiklet cəmiyyətinə böyük zərbələr vurur. Çox sağ olun Rasim dayı, bu sualı gördün. Növbəti sualımıza keçək. Rasim dayı, səncə motosiklet sürmək ancaq cavanların işidir? Abala da bu vaxtı bizdə Əhməd dayı vardı, 70 yaşı vardı, motosikletin üstündə xoşunboy oldu dana. Lazımdırmı sizə gedib maşın niyə almırsınız? Yoxdur dayınız sponsorluq eləsin dana sizə gedib maşın alasınız. Bəs bu maşından motosikletdən əl çəkin deyirəm sizə.
Yox bala, məncə hamı sürə bilər, amma adam kimi sürsələr də. Çox sağ ol Rasim dayı. Bu ilə bağlı bir şey qeyd edeyim ki, ümumiyyətlə motosikl yaşdan çox biraz məsuliyyət işidir. Ümumiyyətlə məsuliyyətini dərk eləmək işidir. Mən həmişə deyirəm motosikl və bir sözlə mən həmişə deyirəm motosikl, ümumiyyətlə maşın, motosikl bunlar silah kimidir. Düzgün əllərdə dövləti, milləti, səngəri qorumaq üçün istifadə olunur. Düzgün əllərə düşməyəndə isə bir-birini öldürmək üçün istifadə olunur. Ona görə düzgün əllərdə olduğu çox vacib məsələdir motosiklın. Və bunu da qeyd edeyim ki, mototsiklın yaşı da yoxdur təbii ki. 50, 60, 70, 100, nə bilim, nə qədər yaşaya bilsən, motosikl sevgidir, qanda axan bir sözlə sevgidir. O sevgini də qandan heç vaxt təmizləmək olmur, çünki bu bir xəstəlikdir. Amma təbii ki, Rasim dayı, sizə də bir gün motosikl verərək, siz də sürərsiniz. Bu xəstəliyə yoluxandan sonra görüm fikirləriniz dəyişəcəkmi, yoxsa yox? Rasim dayı, motosikla minib şəhərdə sürmək nəyə pisdir ki? Abala, motosikla minib sürmək pis deyil bəlkə də, amma motosiklla gəlib oradan-buradan girib çıxmaq pisdir, nə qayraq. Gedirsən ki, yolundan düppədüz, bir də görürsən gəlir çıxır adamın başına, hələ bir kameranı da qoyub, hələ bir çənəsinin altına gəlir deyir, səni YouTube'a verəcəm, nə qayraq, mən lüt mü gələcəyirəm, məni YouTube'a verib nə qayraqsan? Utanmırlar mı? Düz deyirsən Rasim dayı, motosikl çox balaca olduğu üçün görünməsi biraz çətindir, amma bunun üçün təbii ki, yaxşı bir təlim lazımdır. Ümumiyyətlə, yaxşı bir təlimdən savayı da bunu qeyd edeyim ki, motosikl qolla, biləklə sürülmür, ayaqla sürülmür. Həmişə dediyimiz kimi kontrolla sürülmür, motosikl beyinlə sürülür. Ona görə hər kəsə bu beyin çox lazımdır. Yəni motosikl idarə etmək üçün ən vacib şərt beyindir və hər zaman analiz qabiliyyətidir. Düzgün bir sözlə məsələn, insan neyniyə bilər? Hansısa bir sualın cavabı ya A-dır, ya B-dir. Amma motosiklda sizin variantlarınız çox olmalıdır və bu variantları hesablamaq üçün sadəcə saniyənin mində birində sizə vaxt verilir. Ona görə bu məsələ ilə bağlı mütləq diqqətli olmalıyıq və yəni ki, çox vacib məsələdir. Rasim dayı, bəs bir sual verim. Niyə deyirlər motosiklçilara yol vermirlər? Abala, deməli yolla gedirsən şəhərin içində, bir də görürsən ki, biri gəlir, dana cırıq hündüşqa kimi səs verə-verə gəlir. Gəlir, bir də görürsən çıxır qabağa, gah sola keçir, gah sağa keçir, bir yolunu da bilmir, nə qaysın. Hardan gedir, hardan gəlir, özü də bilmir, dana. Ona görə bu gündəyik, dana biz şəhərdə motosiklərlə tərpənmək olmur. Elə bilmirsə kimi yumrulanırlar o yana bu yana. Doğru söylürsün Rasim dayı. Əlbəttə ki, bəzən motosiklçıların aldığı düzgün olmayan qərarlar, hansı ki, ani manevrlar digər sürücüləri də çaşdırır. Amma eyni qayda ilə təbii ki, bu maşın sürücülərinə də aiddir. Çünki onların da verdiyi yanlış qərarlar, bəzən yanlış manevrlar motosikl sürücülərini də çaşdırır. Ona görə hər zaman dediyimiz kimi, əgər həqiqətən də %100 əminsiniz ki, bu aradan keçə bilərəm, həmin an keçməyə qərar verin və həmin an keçəcəyiniz halda qarşını görürəmmi? Maşının sağa-sola dönmə ehtimalı varmı? Maşının qarşısında bir də bəzən çox vaxt olunan yanlışlar budur ki, maşın düz hərəkət eləyir, amma elə bilir ki, düzdür də, qabaqda da sağa dönməyə yer yoxdur, amma maşın sağa-sola manevr eləməyəcək, düz xətt üzrə gedəcək. Amma bəzi hallarda yolun ortasında ola biləcək, hansısa təkərə gələ biləcək, hansısa çökəklərdən qaçmaq üçün maşın sağa-sola manevr eləyir, ani manevrdir. Ona görə siz bunu da fikirləşməlisiniz. Yəni ki, əgər düzgün hərəkət eləyəndə baxmalısınız, yolda hansısa bir sözlə dağıntı, duğuntu yerlər varmı və yaxud da yoxdur. Ona görə bu məsələyə də həssas olmağımız çox vacib məsələdir. Rasim dayı, başqa sualınız varmı ümumiyyətlə? Başqa fikriniz, başqa təklifiniz varmı motosürənlərlə bağlı? Ümumiyyətlə fikriniz dəyişdi mi mən dediklərimdən sonra motosürənlərlə bağlı? Bala, fikrim heç ara dəyişməyibdi. Bu moto ilə özünüzü bərbad eləməyin. Bu moto ilə özünüzü bədbəxt eləməyin. Dala gedin özünüzə iş sənət tapın. Bu motosikl nədir? Minmisiniz 2 dənə təkərə, 4 dənəsini belə sürürük. Yəni, çox sağ ol Rasim dayı, çox sevinmədim ki, mənim fikirlərim həqiqətən də sizin fikrinizi dəyişmədi. Amma bu fikirləri dəyişmək çox asan deyil, cəmiyyətin fikirlərini dəyişmək çox asan deyil. Amma bunu eləmək də təbii ki, çox da çətin deyil. Çünki cəmiyyətin fikrini dəyişmək üçün ilk olaraq cəmiyyətdən müsbət fikirlər formalaşdırmaq lazımdır. Ona görə biz motosikl sürücüləri, baykerlər olaraq ən vacib məsələlərimizdən biri odur ki, cəmiyyətdəki motosikla qarşı olan aqressiyanı aradan qaldırmaq üçün müsbət fikirlər yükləyək insanlara. Bunun üçün də təbii ki, ən çox yeni başlayan, motosikla yeni başlayan, həvəsli olan və bizim bu mən özüm yasamalda qalan bu yasamal uşaqlarına səslənirəm ki, həqiqətən də çalışaq ki, motosiklla bağlı fikirləri düzgün şəkildə istiqamətləndirək. Heç kim demir ki, sizi bir təkər eləyin, heç kim demir ki, məsələ falan şey eləməyin, bəhman şey eləməyin. Hər şey eləyə bilərsiniz. Təbii ki, qapalı bir ərazidə heç kim sizə deyə bilməz ki, falan şey elədiniz, bunu niyə elədiniz, onu niyə elədiniz. Amma ictimai yerlərdə, hansı ki, cəmiyyət arasında bunları eləmək həqiqətən də böyük bir aqressiyaya səbəb olur. Ona görə ən azından gecə vaxtı sürüşlər
reydlərinizi azaldın. Gecə vaxtı görürsünüz məhəllədə gürhacür gedirsiniz o yana, gəlirsiniz bu başa. Bunları azaldın. Bu həqiqətən də motosikl cəmiyyətinə böyük zərər vurur. Gördüyünüz kimi reydlər keçirilir. Həmçinin cəmaatın bir sözlə şikayətləri əsasında bu reydlər keçirilir. Bunu da bilin. Ona görə siz motosikl cəmiyyətini qoruyun ki, gələcəkdə motosikla qarşı olan sevgini aşılayaq insanlara və motosiklın bir sözlə bu daim dəyərli bir vasitə kimi, daim bir ailə formalaşdırması üçün hamımız əlimizdən gələni eləməliyik. Videonu bəyənib paylaşmağı, şərh yazmağı unutmayın. Bugünkü qonağımız Rasim dayıdır. Motosöhbət rubrikamızın davamının gəlməsi üçün də videoya şərh yazmağı unutmayın. Rasim dayıya növbəti hansı sualları verək, onu da qeyd edə bilərsiniz. Rasim dayı, çox sağ olun, siz də gəldiyiniz üçün minnətdaram sizə. Özünüzə yaxşı baxın. Təşəkkürlər. Videonu niyə bəyənmirsiniz? Bu uşaq buradan əziyyət çəkir, oradan vurur, buradan çıxır. Niyə əziyyət çəkir? Onun əziyyətini qayırmırsınız. Qayırından da bu əziyyəti. Bax aşağıda bir dənə basırsınız, orada like-dır, nədir? Onun bəyənin butonu var da, ona basırsınız, bəyənirsiniz, canınız çıxırmı? Olmadı bir abunə də olursunuz. Pul mu gedir sizdən? Vaxt gedir dana. Bu uşaqdan çox mu gedir vaxtınız?